Ağıl qüvvəsində insan mələklərlə, şəhvət, qəzəb və hilə qüvvəsində isə heyvanlar, yırtıcılar və şeytanlarla şərikdir. Yəni insan gərək diqqət eləyə, baxa ki, hansı qüvvənin arxasıca gedir, hansı qüvvəyə tabe olur və diqqətli olmalıdır ki, tabe olduğu o qüvvədə, həmin o qüvvədə ki, məsələn, şeytanla ya heyvanla yoxsa mələklə şərikdir, buna gərək insan önəm verə, diqqət eləyə ki, heyvanların cərgəsinə qoşulur, yoxsa mələklərin mi cərgəsinə qoşulur? Bu üçün gərək biz diqqətli olmalıyıq. Baxın, birinci məsələ ağıl qüvvəsidir. İnsan əgər ağıl qüvvəsini, məsələn, bütün qüvvələrimizə hakimlik elərsə, əgər ağıl qüvvəsi digər qüvvələrə qalib gəlsə, o zaman insan Allaha, Peyğəmbərə tabe olar. O zaman insan, belə deyək də, həqiqi insanlardan sayılar və insanın məqamı mələklər və onlardan da üstün səviyyələr çıxar. İnsanın dəyəri, qiyməti mələklərdən də yuxarı olar və onlardan artıq olar. İkincisi şəhvətdir ki, əgər şəhvət qüvvəsi insanı öz əsirinə çevirsə, onda nə olar? Onda insan gözəl yeməklər, gözəl yaraşıqlı qadınlar və bu kimi şeylərin, belə deyək də, ardıca olar. Həmişə bu düşüncədə, bu təfəkkürdə olar. Və belə bir insan öz şəhvətininəsirinə çevrilər və heç vaxt, belə deyək də, əsl insan kimi yaşaya bilməz, həqiqi kamala çata bilməz. Üçüncü məsələ isə qəzəb qüvvəsidir ki, əgər qəzəb qüvvəsi insana qalib gəlsə, insan həmişə başqalarını döyməyə, incitməyə, yuxarı vəzifələrdə oturmağa və bu kimi digər hegemonluqlara meyilli olar. Ki, həmişə insanların əlindən onların haqqını alsın, onlara zülm eləsin, əsas özü getsin, bir yerə çatsın. O zaman da insan nə olar? Yırtıcılar cərgəsinə qoşulmuş olar. Dördüncü məsələ isə hilədir ki, əgər hilə qüvvəsi insana üstünlük əldə edərsə, digər qüvvələrə qalib gəlsə, onda nə olar? İnsanın bütün diqqəti, fikri, zikri, hilə, kələk, fırıldaqçılıq, başqalarını aldatmaq, onların haqqına girmək, bu kimi şeylər olar. Və belə olduqda da insan o zaman nə olar? İnsanlıq səviyyəsindən çıxar, şeytanların cərgəsinə qoşulmuş olar.